Efirdə iqtisadiyyat xəbərləri, studiyada mənəm Sədaqət Süleyman. Azərbaycanın qeyri-neft ixracı artıb. Bu ilin 6 ayında ixracda təxminən 17%lik artım qeydə alınıb. Artımın böyük hissəsi aqrar sektorun payına düşüb. Daha hansı məhsulların ixracında artım var, sujetimizdən biləcəksiniz. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı qeyri-monetar qızıl istisna olmaqla 2025-ci ilin ilk yarım ili ilə müqayisədə 16,9% artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin xəbərinə görə dəyər ifadəsi ilə bu 1,8 milyard dollar təşkil edib. Aqrar sektora və aqrar sənaye sektoruna baxdıqda isə görürük ki, aqrar məhsullar üzrə ixracda da 23,9%lik bir artım müşahidə olunub və 563 milyon dollarlıq məhsul ixrac olunub. Həmçinin aqrar sənaye məhsullarının ixracında da bir 35%lik artım müşahidə olunub ki, bu da 195 milyon dollarlıq məhsul deməkdir. Həmçinin bütövlükdə aqrar və aqrar sənaye məhsullarının birgə ixracı da 26,6%lik bir artım göstərib ki, bu da ümumilikdə 759 milyon ABŞ dollar dəyərində aqrar və aqrar sənaye məhsullarının birlikdə ixracı deməkdir. İxracda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 3,4, pambıq, iplik 2,1 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 50, alüminium və ondan hazırlanan məlumatlar 40,1, qara metallar və onlardan hazırlanan məlumatlar 30,1, pambıq lifi 26,3, meyvə tərəvəz 18,9, çay 19,4, spirtli və spirtsiz içkilər isə 2,9% artıb. Meyvə tərəvəz məhsulları 493 milyon dollarlıq ixrac olunub, həmçinin kimya sənayesi məhsulları təqribən 150 milyon dollarlıq bir ixrac həyata keçirilib. Plastmas və ondan hazırlanan məlumatlar isə 144 milyon dollarlıq bir ixrac göstərib. Alüminium və ondan hazırlanan məhsullar isə 141 milyon dollarlıq bir ixrac göstərib. Dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 175,3 milyon dollara çatıb. Qeyri-yeyinti məhsullarının ixracı isə 17,3% artım nümayiş etdirərək 206,5 milyon dollara bərabər olub. Əli Rızayev, Mirəziz Mirəlioğlu, Elnarə Həsənova, ASTV İqtisadiyyat.